Bismillah. Bu bürcləri əlavə gəlir gözləyir. Astroloqların proqnozlarına görə yaxın günlərdə bəzi bürclər üçün maliyyə baxımından uğurlu dövr başlayır. Buğalar üçün uzun müddətdir göstərdikləri zəhmətin bəhrəsini toplamağa başlayacaqlar. Əlavə iş imkanları və ya əvvəllər etdikləri investisiyalardan gələn gəlirlər onların maliyyə vəziyyətini yaxşılaşdıra bilər. Xüsusilə ayın ikinci yarısında sevindirici xəbərlər almaq ehtimalı yüksəkdir. Şirlər üçün gəlir qapıları açılır. Yaradıcılıq və liderlik qabiliyyətləri sayəsində yeni layihələrdən qazanc əldə edə bilərlər. İş həyatında əldə ediləcək uğurlar maaş artımı və ya mükafatla nəticələnə bilər. Əqrəblər üçün maliyyə baxımından məhsuldar günlər başlayır. Gözlənilməz ödənişlər, borcların geri qaytarılması və ya əlavə gəlir mənbələrinin yaranması onların büdcəsinə müsbət təsir göstərəcək. Riskli qərarlardan uzaq durmaq isə qazancı daha da artıracaq. Oğlaqların zəhməti nəhayət qiymətləndiriləcək. Karyera ilə bağlı mühüm addımlar və yeni əməkdaşlıqlar maliyyə imkanlarını genişləndirə bilər. Əlavə gəlir əldə etmək üçün qarşılarına çıxan fürsətləri düzgün dəyərləndirmələri tövsiyə olunur. Balıqlar üçün sürpriz qazanc ehtimalı yüksəkdir. Yeni tanışlıqlar və işgüzar əlaqələr sayəsində əlavə gəlir mənbələri yarana bilər. Uğurlu qərarlar onların maliyyə vəziyyətini gücləndirəcək və gələcəyə daha inamla baxmalarına şərait yaradacaq.